Əsas odur ki, biz millətimizə haqqa, ədalətə, azadlığa, hürriyyətə xidmət edək. Qiyməti zamanında verirlər. Bu, narahat olmaq lazım deyil. Heç bir xidmət unudulmur, heç bir xidmət diqqətdən kənarda qalmır. Azərbaycanın görkəmli ziyalıların adını çəkdik. Müsavatın yaradılmasında, ilk yüksəlişində, çətinlik dövründəki fəaliyyət göstərən ziyalılarımızın adını çəkdik. Çox ziyalıların adını çəkə bilərik müsavatla bağlı. Məsələn, bugün bu zalda Müsavat Partiyasının möhtəşəm himni səsləndi. Yəqin hamınız bilirsiniz ki, həmin himni Azərbaycanın iki görkəmli ziyalısı, çox dəyərli sənətkarları yaradıblar. O himnin sözləri Ramiz Rövşənindir, musiqisi Cavanşir Quliyevindir. Və bu işıq, bu nur, bu ziya davam edir. Yenə də Müsavat Partiyası ölkəmizin dəyərli gənc ziyalıları ilə bir yerdədir. Bugün bilmirəm, gəlib çıxdılar yoxsa yox. Məsəl üçün, bugün Azərbaycanın çox gözəl gənc yazarları var, cavan yazarları var ki, həqiqətləri cəsarətlə dilə gətirirlər. Biz əgər bu hakimiyyəti siyasi, sosial, iqtisadi baxımdan ifşa ediriksə, onlar sözün gücü ilə, bədii cəhətdən ifşa edirlər. Bugünün fotosunu çəkib ortaya qoyurlar, rejimi tam şəkildə, çılpaq şəkildə ortaya qoyurlar və eyni zamanda artıq bəziləri Azərbaycanda baş verəcək inqilabi senariləri də yazdılar ki, hakimiyyət nə cür gedəcək və demokratik qüvvələr nə cür hakimiyyətə gələcək. Özdə bu kitabları bəziləri kimi Tunisdə, Misirdə baş verən hadisələri izləyib, ruhlanaraq yazmayıblar. Əvvəlcədən yazıblar. Mən Ələkbəri nəzərdə tuturam, Yazıcı Ələkbəri, Teymur Baycanı nəzərdə tuturam, Zümrüd Yağmuru nəzərdə tuturam, Xalid Kazımlını nəzərdə tuturam və digər çox dəyərli gənc yazarlarımız nəzərdə tuturam ki, doğrudan çox önəmli bir iş görürlər və inanıram ki, onlar da o yazıları ilə, o yaradıcılıqları ilə azadlığa, istiqlala, hürriyyətə xidmət edirlər. Amma Ağsaqqal ziyalımıza müraciət etmişəm çıxış üçün və o Ağsaqqal ziyalımız ömrünün bu ahal vaxtında da müsavat ideyalarına, rəfsuzadə ideyalarına sayğısı ilə, o şəxsiyyətin araşdırılması ilə, o dövrün araşdırılması ilə məşğul olan dəyərli ziyalarımızda birine söz verəcəm. Bu dəyərli insan bizim Ağsaqqal dostumuz şair Teyyub Qurbandır. Mən Teyyub bəyə dəvət edirəm. Müsavat bayrağını Məhəmməd Əmin Rəsulzadə öz sirdaşları ilə əsrin sonlarında Məhəmməd Əminçi özünü Məhəmməd Əminin əskəri hesab edən Əmirxan Elçibəy qaldırır. Bu, dövlətin himnini oxumayanlar dövlət bayrağını abidə edir. Heç görmüşsünüz ki, dövlətin himnini prezident, deputatlar oxusunlar, qulaq asınlar. Dövlətin himnini oxumayanlar dövlət bayrağını abidə edir. Nə yaxşı anlaya bilmirsin onlar, bayrağın özü də Rəsulzadədir. İsrail Prezidenti Hüsnü Mübarəkin Xırdalan şəhərindəki abidəsini niyə polislər qoruyur? Ailəsin 31 yanvar 2011-ci ildə xəbərçisi. Nəbinin yerində Hüsnü Mübarək. Xırdalan evladı Nəbi Babayev Xəzri və Qəbi ilə yazıb yaratdı. Muzey aldanmadı doğulduğu ev, özgələr doğmaya dedilər yatdır. Nəbinin yerində Hüsnü Mübarək, şəhər meydanından ucağı göyə, baxışı şahanə, Hüsnü Mübarək, dövlət məmurları gəlir səşəyə. Şair Nəbi Xəzri gəlir səyyah tək, bəlkə də Misirdə ya livandadır. Hüsnü Mübarək də heykəlləşərək Bakıya gəlirdi, Xırdalanda. Teyyub bəyə təşəkkür edirəm. Mənə gəlir ki, ərəb dili mütəxəssislərindən xahiş eləməliyik ki, təcili bu şeiri tərcümə edib Misir xalqına çatdırsınlar. Eyni zamanda bilirsiniz ki, müsavatın iradəsi, xalq gücü o qədər böyükdür ki, biz dostlarımızla, müttəfiqlərimizlə, xalqımızla bir yerdə hesab edirəm ki, bu müasir lazer tipli silahlardan istifadə eləmədən də torpaqlarımızı inşallah azad edə biləcəyik ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa edə biləcəyik.   çox sağ olun. Müsavatın 100 illik, 200 illik, 300 illik, 400 illik, 500 illik, 600 illik, 700 illik, 800 illik, 900 illik, 1000 illik, 2000 illik, 3000 illik, 4000 illik, 5000 illik, 6000 illik, 7000 illik, 8000 illik, 9000 illik, 100 illik, 200 illik, 300 illik, 400 illik, 500 illik, 600 illik, 700 illik, 800 illik, 900 illik, 1000 illik, 2000 illik, 3000 illik, 4000 illik, 5000 illik, 6000 illik, 7000 illik, 8000 illik, 9000 illik, 100 illik, 200 illik, 300 illik, 400 illik, 500 illik, 600 illik, 700 illik, 800 illik, 900 illik, 1000 illik, 2000 illik, 3000 illik, 5000 illik, 6000 illik, 100 illik, 200 illik,
müsavatın Azərbaycan xalqına töhfələrindən danışdıq. Çox böyük töhfələr verib Azərbaycan xalqına, tarixinə, bəşəriyyətə. Amma eyni zamanda Azərbaycan xalqına müsavata hər zaman çox önəmli bir sərvət veribdir. Və bu sərvət Azərbaycanın insanlarıdır. Azərbaycanın insanları gənc yaşlarından müsavata gəliblər, müsavatı yüksəldiblər, yaşadıblar, mübarizənin önündə saxlayıblar və bugün də o proses davam edir. Bugün də biz yeni gənclərin müsavata gəlməsinin müşahidə edirik, sevinirik. Əmin oluruq ki, bu yol davam edəcək, bu mübarizə davam edəcək. Biz 100 il bolşevizmə qarşı, totalitarizmə qarşı mübarizə aparmışıq, azadlıq uğrunda mübarizə aparmışıq. Bu mübarizə davam edəcək. Sadəcə biz tutaq ki, 100 ilin cəmisi 3 ilini hakimiyyətdə ola bilmişik. 18-20-ci illərdə və bir də 92-93-cü illərdə. Qalan dövrlərdə Azərbaycanda faktiki olaraq qara qüvvələr, bolşevizm hakimiyyətdə olur, kommunizm hakimiyyətdə olur, mültəci qüvvələr hakimiyyətdə olurlar. Onların hakimiyyəti bugün də davam edir. Ancaq mən inanıram ki, Azərbaycanda elə bir yeni gənclik yetişir ki, bu gənclik elə edəcək ki, müsavat ideyası hakimiyyətə gələcək və artıq növbəti 100 ilin bəlkə də 100'ü də müsavat hakimiyyətində keçəcək. Bu gənclər Müsavat Partiyasına da gəlirlər, başqa partiyalara da gəlirlər. Heç bir partiyanın üzvü olmadan da öz iradələrini, mövqilərini ortaya qoyurlar, haqq ədalət uğrunda mübarizə aparırlar. Mən bütün gəncliyi salamlayıram, eşq olsun sizlərə. Qələbə sizin olacaq. Burada isə Müsavat Gənclər Təşkilatının lideri dostumuz Tural bəyə sözü verirəm. Təşəkkür edirəm, hamını salamlayıram bu mübarək gündə bizlə bir yerdəsiniz. Yəni, əslində bizlə bir yerdə deyilsiniz, biz hamımız bir yerdəyik. Çünki Müsavat bir firqənin, bir qrup insanın yox, bütün Azərbaycanın sərvətidir və biz bu sərvətin 100 illiyini qeyd edirik. Və inşallah biz gənclər olaraq, tək Müsavat Partiyası Gənclər Təşkilatı olaraq yox, digər partiyaların Gənclər Təşkilatında, müstəqil Gənclər Təşkilatında biz inşallah bu 100 illiyi hakimiyyətdə qeyd eləməliyik. Çünki Məhəmməd Əmir Rəsulzadə və onun gənc dostları buna layiqdirlər ki, onların adlarına küçələr olsun, onların adlarına heykəllər qoyulsun, onların adları dərsliklərdə, tarix kitablarında doğru düzgün yazılsın. Və mən hamını, yəni çox danışmaq istəmirəm, bir xeyli danışıldı, dəyərli fikirlər söyləndi və mən hamını inşallah bu il Tunis, Misir, Azərbaycan ili olmağa dəvət edirəm. Biz öndə olacağıq inşallah.